30 illik işğal dövründə Azərbaycanlıları etnik təmizləməyə və soyqırıma məruz qoyan, eyni zamanda Azərbaycan ərazilərində vandallıq törədən Ermənistan hələ də 44 günlük müharibənin nəticələri ilə barışmaq istəmir. Üstəlik, ölkəmizə qarşı ərazi iddialarından vaz keçməyən İrəvan, tarix boyu davam etdirdiyi havadar dəstəyi ampulasından da çəkinmir. Prezident İlham Əliyevin Tərtər rayonunun işğaldan azad olunan Talış kəndində Novruz bayramı ilə əlaqədar xalqa müraciətində səsləndirdiyi fikirlər ərazi iddialarından əl çəkməyən və yeni havadar axtarışında olan Ermənistana növbəti xəbərdarlıqdır. Əfsuslar olsun ki, bugün 2. Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki dərs olub. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddialar qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistan arxasında dayanan bəzi ölkələrə də bax buradan azad edilmiş Talış kəndindən xəbərdar edirik. Əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilmir. Tarixi faktları dərk etməkdə çətinlik çəkdiyi kimi 44 günlük müharibənin nəticələrini göz ardına vuran Ermənistan, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa davam edir. Üstəlik, ölkəmizə qarşı əsassız iddialarla və sərsəm yalanlarla beynəlxalq aləmdə hər dəfə özünə yeni havadar axtaran İrəvan, istənilən xarici dövlətin vassalı olmağa hər an hazırdır. Lakin hər kəs yaxşı bilməlidir ki, regionun qalib dövlətinin marağına zidd istənilən addım Ermənistan üçün yeni fəlakətin başlanğıcı ola bilər. 2. Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim 30 il ərzində işğal altında olmağımızı heç kim yaddan çıxarmamalıdır. Və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Tarixən ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdən, xüsusilə ötən əsrin 90-cı illərində xaotik siyasi proseslərdən suyu istifadə edərək ərazilərimizdə ikinci erməni dövləti yaratmağa çalışan Ermənistan, hətta torpaqlarımızı işğalda saxladığı dövrdə belə məğlub vəziyyətində idi. İşğalçılıq İrəvanın bölgədən təcrid olunması ilə nəticələnmişdi. İndi isə Azərbaycana meydan oxumağa çalışmaq, məğlub qəbilə dövlətini yeni problemlərə düçar edəcək. Müharibədə ağır məğlubiyyətə uğrayan tərəfə sülh sazişi daha vacibdir. Fəqət Ermənistanın havadarları vasitəsilə sülhdən yayınması, İrəvanın regional təhlükəsizlikdə maraqlı olmadığını, sülh sazişini təxirə salmağa çalışdığını göstərir. Elə isə yeni reallıqları diktə edən qalib Azərbaycanın ərazi iddialarına son verməyən işğalçı qonşusuyla sülh yaratmağa heç bir marağı ola bilməz. Biz bugün dayanmışıq doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında və burada əbədi yaşayacaq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Biz 2 il yarım müddət ərzində hər birimiz xaricdə yaşayan Azərbaycanlılar daxil olmaq şərti ilə qürur hissi ilə yaşayırıq və hər kəsə, bütün dünyaya sübut eləmişik ki, böyük xalqıq və öz gücümüzə ərazi bütövlüyünü bərpa edən ölkə kimi ondan sonra da ancaq və ancaq irəliyə gedəcək. Daim bölgədə sülhün bərqərar olmasına çalışan Azərbaycan bu dəfə qalib müdrikliyi nümayiş etdirir. Yeni qarşıdurma yaratmaq İrəvana müsbət nəsə vəd etmir. Tarixən işğalçılıq və ərazi iddiaları erməni xalqını ağır faciələrə düçar edib. Rüstəm Mikayılzadə, Səbuhi Vaqifoğlu, AzTV xəbər.